Ukraynadan Rusiya ərazisində xüsusi əməliyyat, hərbi obyektlər vuruldu. Ukraynanın pilotsuz təyyarələri Rusiya bombardımançı təyyarələrinin məhv edilməsi üzrə Təhlükəsizlik Xidmətinin Pautina xüsusi əməliyyatı çərçivəsində bu ölkənin hərbi aerodromlarına hücum edib. Reportun Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə 40-dan çox təyyarə, o cümlədən A-50, Tu-95 və Tu-22 M3 məhv edilib. Hücumlar Murmansk vilayətindəki Alenya, Irkutsk vilayətindəki Belaya aerodromlarına və başqalarına edilib. Hesablamalara görə Rusiya aviasiyasının itkiləri 2 milyard dollardan çox ola bilər. Interfax Ukrayna qeyd edib ki, hazırda Belaya, Dəgilova, Alenya və Ivanova aerodromlarında təyyarələr yanır. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun sayəsində Rusiya Federasiyası indi demilitarizasiya sözünün əsl mənasını başa düşür deyə agentlikdən bildirilib.